Elm imanla ziddirmi? Biz bu mövzu ətrafında danışacağıq. Həqiqətən də çox lazımi bir mövzudur bizlər üçün. Buna səbəb olaraq onu deyə bilərik ki, elm həqiqətən də insana bəxş edilmiş ən böyük nemətlərdən biridir. Və ağılsız elm olmaz təbii ki. Ağılsız da elm olmaz. Elm imanla ziddirmi? Elmin imanla zid olub olmadığını müəyyənləşdirmək üçün ilk öncə elmin nəyi araşdırdığını, nəyi hədəflədiyini biz bilməliyik. Bura baxaq. Nəyi araşdırdığını və nəyi hədəflədiyini biz ilk öncə müəyyənləşdirməliyik. Bunu müəyyənləşdirdikdən sonra ümumiyyətlə elmin özü də iki yerə bölünür. Dini elmlərdir, dünyəvi elmlərdir. Dini elmlər öz yerində. Dünyəvi elmlərdə, məsələn, metafizika elmi, metafizika elminin araşdırdığı, metafizika elmin ilk öncə səbəb nəticə. İbn Sina da bunu deyir, İbn Sinanın düşüncəsidir elə bu. Belə deyək ki, metafizika elmi misal üçün. Metafizika elmi səbəb-nəticə əlaqəsini araşdırır və bütün elmlər də ümumiyyətlə ilk səbəb haqqında düşünür. İlk səbəb haqqında düşünür. Və ilk səbəb haqqında düşündüyünə görə də İbn Sina da bunu deyir ki, belə deyək ki, ilk səbəb də təbii ki də Allahdır. Səbəbsiz şəkildə ilk səbəb Allahdır. Və bunu qəbul edir. Bunu elm bunu qəbul edir. Bunu dəstəkləyir. Yəni, hər şeydən əvvəl ilk səbəbi araşdırır. İlk səbəbin də səbəbsiz olaraq uca Allahın olduğunu dəstəkləyir, qeyd edir. Bu önəmli bir şeydir. Və bu ərəfədə artıq elmin də insan xoşbəxtliyi üçün çalışdığını, insan xoşbəxtliyini hədəflədiyi üçün bu zaman artıq belə deyək ki, dinlə arasında heç bir fərq olmur əslində. Nə mənada? İkisi fərqli yoldur. İndi dini yolda ona belə deyək ki, ali hədəf deyirlər də, ali hədəf. Amma elmi yolda buna xoşbəxtlik deyirlər. Bu xoşbəxtlik adlanır, dəyərli izləyicilər. Və biz buradan da aldığımız nəticəyə görə əslində elm imanla heç bir ziddiyyət təşkil etmir. Ziddiyyət yoxdur aralarında bir-birinə zidd. Çünki hər ikisi əslində birləşdiyi zaman doğru və düzgün, paralel şəkildə istifadə edildiyi zaman, paralel şəkildə əslində bir-birini nəinki zid, hətta bir-birini tamamlayır. Deyirlər, Allah sənin qəlbinə bəxş etsin o elmi. O həqiqi elmi doğru, düzgün şəkildə insan istifadə etdikcə artıq nəinki ziddiyyət təşkil edir. Artıq onların arasında, belə deyək, onlar artıq bir-birini tamamlayır. Yəni, o niyyət önəmlidir burada. Burada baxış açısı önəmlidir. Ön yarğı ilə yaxınlaşmamaq lazımdır. Və elm də həqiqətən böyük bir bərəkətdir insan üçün. Böyük. Yəni ki, elm əsla imanla zidd deyil. Elmi imanla ziddiyyət təşkil eləməsi, yəni bu fikir əsla doğru deyildir. Buna səbəb olaraq biz göstərdik ki, elm imanla, belə deyək ki, doğru, dinlə doğru, düzgün şəkildə paralel istifadə edildikcə bunlar artıq bir-birini tamamlayır. Yəni o ali hədəfə gedən yolda artıq o sənə bir vasitəçi olur, sənə bir dəstəkçi olur. Bunu bilmək çox mühümdür dostlar. İnsanın ki, belə deyək ki, elmlənməsi ağlının inkişafına gətirir, çıxarır. Ağlın da inkişafı insanı həqiqi hədəf yolunda addımlamasına
kömək eləyir. Onu pis fikirlərdən azad eləyir, onu qoruyur. Bu çox önəmli bir şeydir, doğrudan da.